Elcanlı. Hanımlar ve canablar, hazır olun. Elcanlı gece şovusu başlayır. Şovunu takdim edir şovmen Elcan Resulov. Geceniz xeyir olsun. Ay, yaxşı adamlar, güzel adamlar, şirin adamlar. Gecenin bir aleminde biraz yağış yağdı, biraz külək esti, hava qaraldı. O deməkdir ki, gece oldu. Gece oldusa, gece şovsu da efirde olmalıdır. Elcanlı gece şovsu başladı dostlar. Gözlerimiz yoldadır, Elcanımız hardadır. Kim bakır Elcanlıya çok güzel ahvaldadır. Gözlerimiz yoldadır, Elcanımız hardadır. Kim bakır Elcanlıya çok güzel ahvaldadır. Haftada 4 gündür biz bakırız Elcanlıya. Eğlenceli bir lezzet edir hamıya. Dünyanın her yerinden izleyirsiz canlıdır. Elcan çok pozitifdir, hem de istiqamlıdır. Bu mahnını sizin için en süratli formada etibar alayım seslendirir solistimiz. Ansamblımızın fethi rəhbəri Orxan Hacıyevdir. Sağ olun. Elə bil o yağış damın üstünə yağır, axır-axırlar olur, şiferlərin üstünə. Onu oxşadı bu yalqışın axırı. Ha, sən gəlmirsən? Pərviz Nəcəfov bir zərbalətləri çox sağ olsun. Allah verən Məmmədov nağarada, öz nağarası ilə. Sintezatorda en birinci Seymur İsmailov. Hem de işləyir ha, gördünüz də. Və Türk sazında Əhməd Almuradır, salam aleyküm. Deməli, əziz tamaşaçılar, sizə nəyi demək istəyirəm, sizə də deyim, siz də qulaq asın. Yaxşı, vacib məlumatdır. Bizim qonaqlarımıza sual vermək istəsəniz, fikirləşirsiniz ki, necə eləyim, mən bu sualı vermək istəyirəm, soruşmaq istəyirəm, narahat olmayın. Bax, videonu göstəririk sizə. Girirsiniz Elcanlı Instagram hesabının hekayə bölümünə, o yumru fırlanan yerə. Ora toxunursunuz, birdən açılar sizə indi çəkilən videolar, Şahin doldurur oranın videolarına. Amma onlar deyil, biraz qaydın əvvələ görəcəksiniz. Bugün səhərdən qonaqlarımızın fotolarını paylaşmışıq. Bir toxunuşla onlara rahat suallar yazıb göndərə bilərsiniz. Sizin sualları da mən də burada səsləndirirəm bizim qonaqlarımız üçün. Onlar da eşidirlər. Xoşlarına gəlsə, bəyəndiyi sual olsa təbii ki, ona hədiyyə də gətirib hazırlayıb verirlər. Özlərinin nəyə hədiyyə istəyirlər, onu verirlər təbii ki. Biz çünki əvvəldən məlumatlandırırıq qonaqlarımızı ki, belə bir şey olacaq, tamaşaçılar sizə xüsusi diqqət göstərəcək. Siz də onlara diqqətinizdən biraz ayırın. Belə deyirik də. Və elin sandığına, əgər kim ki bəyənməsə heç bir sual desə ki, yox, mən ümumi istəmədim, qoy elə qalsın elin sandığında. Hər ayın sonunda açırıq o sandığı, oradan təqdim edirik hədiyyələri. İndi ola bilsin bu ayın sonunda açmayayım, bilməm, dəqiq deyəcəm sizə gələn həftə. Bəlkə L ayında açım, çünki artıq qonaqlar seçirlər sualları, özləri də təqdim edirlər hədiyyələri. Baxarıq, indi onun yerində danışarıq, hələ var ona. 055-214-01-06-ını da sizin üçün xatırladıram. Bizim programın nömrəsidir. Birdən lazım olar sizə. Fotolar göndərərsiniz, selfilər göndərərsiniz. Kimin selfisində adam sayı çox olarsa, ona da bir şey düşünüb təqdim edərik. İndi ilk qonağımızı sizə təqdim edirəm. Buyursun, səhərini retro mahnılarla açıb, gününü muğamla sonlandıran, hara getməyindən asılı olmayaraq, üzündə xoş təbəssüm aparan, oxuduqca insanın yaşamaq həvəsini artıran, Respublikanın əməkdar artisti, Zakir Əliyev, Elcanlı'da dostlar. Elcanlı. Ay benim
ömrüm, ay benim eşkim, ay benim həyat yoldaşım mahnısıyla Zakir Əliyev Ercanlı'da hoş geldin. Hoş geldin. Necəsiniz? Yaxşı olasınız. Hey! Buyurun. Maşallah. Var olun, var olun. Sakit! Sakit! Sakit. Axşamınız xeyir olsun. Əziz burada əyləşən tamaşaçılar. Əvvəl bir də özünüzü yaxşı alqışlayın. Maşallah, maşallah. Axşamın bu vaxtında bütün dünyada yaşayan bütün soydaşlarımızı, o taylı bu taylı Azərbaycanı, bütün Türk dünyasına salam olsun deyirik. Salam olsun. Və gözəl ansamblımızı ürəkdən salamlayıram. Onlara da salam olsun. Baba. Sonra kimə salam Baba, olsun? əhvalı şoma çetor. Sonra kimə salam Sağ ol. olsun? Sonra bizi izləyən bütün doğmalara, əzizlərə, kim ki yatmayıb, yuxusuna haram qatıb bizə baxırsa, sağ olsunlar. Yaxşı ki, xalqımız, millətimiz var. Biz yaxşı millətik, biz gözəl xalqıq. Yaxşı adamlarıq. Allah Teala bizi böyük xalq yaradıb. Bir xalqımızı da alqışlayaq. Salam olsun. Eşq olsun deyək. Və Allah Teala şəhidlərimizi Allah rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı arzu edirəm Amin. və bu dəqiqə bizi qoruyan əskərlərimiz, zabitlərimiz, onları da bir də alqışlayaq, mən əyləşim. Salam Əyləşin. olsun. İcazə verirsən əyləşin. Sizə də salam olsun. Əlbəttə əyləşin. Hər yerə salam. Çox sağ olun. Təşəkkür ederim. Bu gülün nə yaxşıyı var? Bu nə gülüdür? Zambaq? Zambaq deyil bu. Kala. Kala? Kala, məncə kala. Baxım sən, bu kala iyindən bilərsin də, gör kaladır. Vallahi iyinə bax. Nə vurmusun buna? Kaladır. Hə, elə iyi gəlir. Yaxşı kaladır. Zakir müəllim iləri gülünü dəyişdi. Beləyəm demə. Hə, bunu belə qoyun bura. Yaxşı deyə iynə görə qoymuşam, arada belləyəcəm. Hə, sıxılmayın da, yəni ona görə edirəm eləm. Deməli, bir qız dəvət edəcəm bura, idmançı qız. Belə əzələ. Görəcəksiniz indi proqramımızda həm də bir iş olacaq birazdan. Ona görə bugün Elcanlını xüsusi dinləyin. Buyursun, hələ orta məktəbdə oxuyarkən sinifdəki oğlanların gözünün odunu alan, qadın güclü varlıqdır ifadəsinin əyani sübutu, iddiası və özgüvəni, gözəlliyi ilə düz mütənasib olan bizim əziz idmançımız Günel Qasımova Elcanlıda dostlar. Senin yan tara kız, eyle derdime çara kız. Ay qaşı gözü qara kız, eyle derdime çara kız. Güllerini yan tara kız, eyle derdime çara kız. Ay qaşı gözü qara kız, eyle derdime çara kız. Nə yaxşı bir mahnı ilə adınızı məndən eşidiblər. Yaxşı adamlarsınız. Çox eləməyin, özü başa düşür. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Yaxşıyam. Siz necəsiz? Yaxşı olasınız. Biraz xəstəyəm. Xəstəsiz? Ha, Niyə? Siz xəstəsiz. Xəstə verişə gəlmişsiniz. Bəli, sizə görə gəlmişəm. Keçər birdən bizə Yox, keçməz. elə bir şey deyil. Bir xahiş edim. Bir xanım muskulunu göstərə bilərsiniz. Bir qolunuzu açın göstərin muskulu. Bir də muskuluna baxın xanım. Mən sizə bir şey deyim. Hə, bir dayandan alın onun əlindən bu çubuqları. Uşağa vermişsiniz mi? Hər dəqiqə vurur ora bura. Günel xanım, Bəli. sizin elə bir muskulunuz nəyə desəniz dəyər. Çox sağ olun. Ona görə xahiş edirəm. Bizim gözəl tamaşaçıları bir salamlayın və onlara deyin, niyə bizə baxsınlar. Niyə baxsınlar? Hə, biraz bunu yaxın.
Aha. Çünki ən gözəl Ol baxmır, verişdir, bura. gecə verişidir, maraqlı Aha. verişdir, gülməlidir. Baxsınlar da. Baxsınlar yaxşı. Xoş gəlmisiniz əyləşin. Hansınızın belə muskulu var? Hə? 40 il sən onu durmadan çörək yeməyib, bax belə udarnikdə ifa eləsən, ha? Heç vaxt sənin elə muskulun olmaz. Səninki kalbasa çörəkdir. İsti zabot çörəyin arasında. 4'ünü yiyər, inan. Dünən veriliş gedə-gedə yeyirmiş. Sonradan bildim. Bir qonağımız da var, dəvət edirəm indi Elcanlıya görəcəksiniz. Deməli, proqramımızda ilk dəfədir bunu deyim, biləsiniz. Xoş gəlib, düşünməyi bacaran və düşündürməyi xoşlayan, minlərlə ürək yanğısına səsi ilə sərin su səpən, Aygün bəylərin xatirəsini daim yaşadan, onun elə əziz bacısı, bizim dəyərli müğənnimiz Zümrüd Hümmətova ilk dəfə Elcanlıya dəvət etmişik dostlar. Gəlin qabağa görsünlər heç sizi. Yaxından görsünlər. Nə var bala, nə istəyirsən? Nə çıxardım səni verilişin? Necəsiz? Can, yaxşı oldum. Müsbət. Yaxşı gördünüz və yaxşı. Mən gördüm ha nəsə. Havadandı, biraz nasaz 3 etdim. gündür mən dəliyəm, inanırsan. Havalar yaxşı geçmir. Amma buranın havası başqa deyilir. Maşallah, maşallah. Bura nə yağış yağır, nə burada gün Heç çıxır. nə, əladır. Sərin olur. Alqışlar, müsbət aura, gözəl sənətkarımız, gözəl qonaqlar, musiqiçilər, burada əyləşən qonaqlar. Hamısı. Var olun, hər kəsi salamlayıram. Salam olsun. Xoş gördük. Ekran qarşısında əyləşən, bizi izləyən hər bir kəsi salamlayıram. Özəlliklə onlar da mənim əziz yaxınım var, xala qızımdır. Adı nədir? Sevda xanım. Sevda Cəbzadə Sevda xanım. Bu mahnı üçün ürəyə gedir. Bugün yalvarıb xahiş edib ki, qurban olun. Bax, yatmayacağam, bu mahnını mənim üçün ifa edəsən. YouTube'da yoxdur da bu. Yox, Yoxdur. yox. Amma rəhmətliyin bəli, oxuduğu var, Amma mənim sizin yoxdur. oxuduğunuz yox. Mənim Bu verilişi biz qoyacaq YouTube'a. Sevda İnşallah. xanım, bundan sonra narahat eləməyin qıza hər dəqiqə ki, ged o verilişini oxu, ged bu verilişini oxu. Ürəyin istəyəndə qoyub bizdən baxarsın. Onları da salamlayıram, əzizimdilər. Hər kəsi salamlayıram. Çox sağ olun, təşəkkür edirəm təşəkkür bugün edirəm. məni dəvət elədiniz bu gözəl ab-havaya. Bir şey deyim sizə, yaxşı olacaq inşallah. Hoş gəldiniz. İnşallah. Sağ olun. Deməli, əziz tamaşaçılar, tamaşaçılar bu dəqiqə fikir qalıb ki, görün bu sual yazsam bizə nə verirlər, hə? Hamısı orada deyir bu dəqiqə, narahat olmuyor. Bir tin yaxın elə, bura nəsə qaranlıq düşür elə bil, yoxsa mənə elə gəlir. İşıqlıdır da, işıqlı dünya deyə bura. Zakir Əliyevə yaxşı sual yazsanız, Zakir Əliyevin ruhunu oxşasanız, Zakir Əliyev də o sualların içindən bir nəfəri seçib, bax bu üzüyü ona təqdim edəcək. 40 ildə öz barmağındaydı, bundan sonra verir həmin adama. Ki bir 40 ildə Müqəddəs yerdən gəlib ha özü. Müqəddəs Elə yerdən belə gəlir. deyil, hə. Bəli, uşaq vaxtı gedib özü gətirib. İndi bundan sonra da həmin adam taxacaq. Hər kimə qismət olar, Allah can sağlığı versin, xeyirliklə işlətsin. Zümrüd xanım Hümmətova bəyənsə əgər kiminsə sualını, xoşuna gəlsə şayətdir, bilmək olma, birdən də olar. Ki belə bir mirvari, təmiz mirvari. Toy olar, bayram olar qızlar, toy olar, bayram olar. Bunu belə köçürtdüm bir hərəkətə boyuna. Jilatin arzu olunandı belə köynə ilə ki bu görünsün, boğaza tam yapışan. Hə. O dəqiqə, Qalxdınız, getdiniz ora. o dəqiqə biləcəklər ki, Elzam verişindən Ay, gəlir. soruşan da oldu, neçə almışsan, deyin, ay qız, nə mən ona pul verənəm, Zümrüd bağışladı mənə. Əgər Günel xanıma muskulla bağlı suallar yazsanız, yox da təbii ki, yaxşı maraqlı suallar yazsanız, sizin üçün belə 50 manatlıq əski naz təqdim edir. Ki, Düşündüm ki, pul hər kəsə lazımdır. hə, elə dünən də kim 50 manat qoyub, bura Vüqar Əbdulov artıq onun sahibi gəlib. Sonra Yusif Nurullayevdən də bir illik Qarabağ fitnesində sahibi bugün gəlib, hamısını təqdim eləyəcəm. İşlər var burada, hədiyyələr var.
Kim də hədiyyəsinin dalınca gəlməsə gördünüz nə elədim ayın axırı. Hamımız yığdıq, apardıq burada qəşəng. İndi mən xüsusi sponsorumuzdan sizə danışım bu məqamda. Bilirəm sizə maraq. Saçım nətərdir? Özüm daramışam. Anam mənə deyir ki, belə kəstirməyəm saçımı, neçə vaxt kəstirməyəm. Deyir ki, əlbəttə də mənlə məzələnir də adam. Gücü mənə çatır, neynəsin? Xüsusi sponsorumuza təşəkkür. Keyfiyyət və rahatlığın tək ünvanı Embavutdan eviniz üçün daha bir fürsət. İndi al, 2 ay sonra ödə. Kampaniyası ilə istədiyiniz məhsulu indi alıb ödəməyə 2 ay sonra başlayın. Bu hələ son deyil. Embavut ayın bəxtəvəri və digər müştəri yönümlü kampaniyalarda da sizi sevindirməyə davam edir. Ayın bəxtəvəri olmaq üçün ən yaxın Embavut mağazalarına yaxınlaşa və ya Embavut mobil tətbiqini elə indi Play Store və ya App Store-dan endirərək, pulsuz endirərək xüsusilə onlayn alışveriş edə bilərsiniz. Embavut evdə daha gözəldir. Və TVNet-dən danışıram sizə. TVNet sizə yeni nəsil TV xidmət təklif edir. TVNet-ə qoşulmaqla istənilən janrda kino, xəbər, musiqi, idman, uşaq, maarifləndirici 130-dan çox əyləncəli kanal dünyanın istənilən yerində, istənilən cihazda izləmə imkanı əldə edirsiniz. Büdcənizə və istəyinizə uyğun tarif paketləri, rahat və onlayn qoşulmaq imkanı TVNet-də. Qoşulmaq üçün tvnet.az saytına və ya 055-553-35 nömrəsinə müraciət edin. TVNet, TV sizinlə hər yerdə. Və biz indi qısa bir reklam arasına ayrılır ki, sizin də sual yazmağa rahat vaxtınız olsun. Bəh! Bir daha. Hər şey yaxşı olsa birazdan inşallah olar. Hə? Olar. Bu gözəl nəğmə bizim gözəl şairimiz Məmməd İlqarın sözlərinə yazılıb. Tacəddin Allahverdiyev mənim tələbəm yazıb. Bundan əvvəl də gözəl bir nəğmə oxudum. Bütün kişilərin adından həyat yoldaşlarına ithaf olunmuş bir nəğmə idi. Onun da sözləri bizim gözəl şairə xanım, Acı xanım Sahilə Pənahın sözlərinə yazılmışdı. Məhərrəm Astaralı bəstələyib. Hamısını alqışlayıram. Hamıya can sağlıq arzu edirəm. Allah Məmməd İlqara da şəfa versin. Salamlayıram onun ailəsinin, oğlun. Allah can sağlıq versin. Nətəridir? Başqa nə sözünüz var? Deyin, rahat olaq sonra başlayın. Sağ olun. Yaxşı ki varsınız. Sağ olun. Görün. Gülün nazını nə qaqalar çəkir, qoymuşam bura, düz ürəyimin üstünə. Heç bunun qiymət, bir dənə mahnı yazmırsınız buna. Qaya qardaş, buna mahnı yazı. Gül, gör haradadır. Gül bahalı pencəyin döş cibində, gör onun nazını nə qaqaşlar çəkir. Belə mahnılar və... Gülüm gül, gülüm gül, gülüm ey gülüm, yarım gül, canım gül, gülüm ey gülüm, gülüm gül, gülüm gül, gülüm ey gülüm, yarım gül, canım gül, gülüm ey gülüm. Sizə bir dənə bu məlumatı deyim. İndi Etibar TikTok yayım açır, orada yazmışlar bizə. Proqramımıza bir istedadlı oğlan dəvət etmişdik. Deyirəm, istedad belə şeydir, vallahi onu öldür özünü, qabağını da kəs, hardansa çıxacaqdır. Elə əhvalatı da açıq danışaram sizə indi. Bir istedadlı oğlan dəvət etmişdik, gözləri bağlı Nəlbəkidə ifa edirdi burada. İsmail. Birinci dəfə dəvət etdik bura, indi orada da bir başqa sənətçimiz qonaq idi, özünü öldürdük, Əşmən dayı Nəlbəkidə göz açıq, olmaz belə filan. İndi mən də fikirləşdim, illərin adamıdır, illərin əziyyət çəkən sənət dostumuzdur. Dedim ki, onun xətrinə ki, indi bu gənc istedadı biraz boğmağa çalışdım. Sonra mənim ürəyim əl verməz belə də. İndi bir zarafat elədim, heç vaxt belə heç kimə nəsə eləmərəm. Bir zarafatla keçdim məsələnin üstündən. Amma sonra indi ürəyim dözmədi. İkinci dəfə dəvət etdim proqrama. Özdə qonaq dedim olsun burada. Hamı da gördü o istedadı. Gözü bağlı Nəlbəklərdə ifa edir. İndi bu bizim proqramda, bizim bacarımız bura. İndi də anası yazıb oradan ki, deyir elə ayağınız da düşərli oldu oğluma. O hansı yarışma? Yeteneksizsiniz keçirilir Türkiyədə. Uşaq keçib oradan o
yarışlardan keçib gözü bağlı finala qatdıq. Dədi, indi bu istedad belə olur da. İndi biz duraq özümüzü burada, valla mən görəm, çox istedadsız adamlar olur. Gətirirlər, məcbur itəliyirlər qabağa ki, bunu nəsə elə. Əmisi, sən Allah buna bir şey elə. Qalıram belə kəslə ki, mən buna nə ineyim? Hə? Nə özümü öldürsəm də burada cəmaat görür də, hər şey görür də. Ona görə çalışın, ancaq yaxşı adam olun. Yaxşı adam olsa sizin də işiniz yaxşı olar. Nə qədər pis adam olsanız, elə pis adam kimi də qalırsınız qıraqlarda, başlayırsınız gizli işlərlə məşğul olmağa. Hə? Hamı nə? Hamımız yaxşı adamsın. Etibar da oradan yaxşı adamdır. Siz bilsəz, səhər 6-da durur yuxudan. Valla, başqa işlə əlaqədir. Səhər 6-da durur. Gəlir evə, yeməyini yer, gəlir bura proqrama. Saat 12-də 1-də bitirikmi? Gedir, çatırmı evə 2-3 gün yatmaq da var. Bax, bu həftənin 4 günü belə bir rejimdə, Allah onu da əziyyətin yerdə qoymasın. Çox istedadlı oğlandır. Bir dənə hər şey düzəlir, bir dənə oxumağı düzəltsə nə var ya orada, hə? Salavat edirəm və suallar gəlir bura. Yaxşı suallar yazmaya cəmaat. Hamısını yazıb göndəriblər. Kimdən başlayaq? Kim ürəklidir desin, mən ondan var. Siz ürəklisiz xanım, başlayırıq sizdən. Götürün mikrofonu, xahiş edirəm. Hazır olun. Hazır olun, hazır olun bu suallara. Görün nə yazıb cəmaat. Pis şeylər var. Gəldikcə. Bu nə sualdır? Günel xanım, gündə nə qədər qaçış aparatında kalori əritmək olar maksimum? Bu adamı tapın bir gün, bu kimsə. Sualı biraz səhv ünvanlayıblar, amma yəni başa düşdüm nə demək Səhv istəyirlər. verilişin sualı Gün nedir? ərzində neçə saat yürüyüş aparatından istifadə etmək olar? Yəqin bunu sual. Neçə saat olur? Maksimum 1 saat tövsiyə edirəm. Bəli, ürəyə ziyan olduğuna görə, yəni biz çox yürüyüş aparatından istifadə etməməli. Ümumiyyən, belə deyim də, kardio aparatlardan istifadə maksimum 60 dəqiqədir. Qısa cavablar verin, çünki 3 dəqiqə cəmi suallara cavab vaxtımız var. Kimi bağışlamaq daha çətindir? Sevgilini yoxsa dostu? Səhv eləyərsə təbii ki. Məncə dostu. Dostu. Günel xanım, ilk uğurunu neçə yaşında qazanmışsınız? Kapitan Seymur deyir. İlk uğurumu 2015-də. Nə uğuruydu o? Abi gör. Elə halqı bir nə uğuru? Qoy sorsun. Birinci, yəni 2015-dən başlamışam trener olmağa. Birinci dəfə məşğulunuz onda? Yox, onda başlamışam trener olmağa. məşğul Amma 14 olmağa. ildir məşğulam. 14 ildir fitnessdən. Bəli. Və ilk uğurum, yəni belə deyim də, ilin ən yaxşı treneri seçilmişəm. Bəli, 2019-da. Maşallah. Yəqin xanımlar arasında. Yox, bəli, xanımlar arasında. Hansı qidalar əzəllərin inkişafına kömək eləyir? Əlbəttə ki, proteinli. Protein nədir məsələn? Yumurtanın ağı? Yumurtanın ağıdır, ətdir, balıqdır, sinə ətidir, hinduşkadır. Yəni tək ondan deyil proteinlər. Proteinlər yəni başqa qidalardan da almaq olur. Yəni lobiyanın özündə belə protein var. Ucuzları nədən almaq olar? Gerkulesdir. Yəni onlar bahalı protein. Protein tozu özüdür elə zaten. Ucuzdur? Yox, ucuz deyil, amma yəni ucuz deyil, belə 3 manata nədən? İdmanın özü bahalı bir şeydir. Bir də 3 manata nədən protein ala bilərik? 3 manata Heç nədən? kəsmikdən. Kəsmikdən. O da təbii olsa. Dönərdə yoxdur da? Yox. Yoxdur. Sizcə siz fitsiniz? Nahid İbrahimov soruşur. Məncə, bəli, amma Azərbaycanda başa düşmürlər bunu. Əslində fit belə olmalıdır. Bəli. Məşq etməyə həvəsi olmayan birini necə motivasiya edərsiniz? Mədinə xanım soruşur. Necə? Məşq etməyə həvəsi olmayan birini necə motivasiya edərsiniz? Motivasiya yox, insanın öz disiplini olmalıdır. Yəni ki, bir qərar almalıdır ki, mən bunu həyat tərzinə çevirirəm və o disiplindən getməlidir. Yəni, mənim də motivasiyam olmaya bilər. Amma gün ərzində oyanıram və düşünürəm ki, mən bunu etməliyəm. Fatimə Şərəfraz bizə Cənub Azərbaycandan yazır. Yazır ki, salam, axşamınız xeyir olsun, mən İrandan yazıram. Günel xanım, siz niyə burnunuzu əməliyyat etmirsiniz? Nəyimi? Burnunuzu. Yəni, çox insan artıq təbii deyil. Mən də təbii olmağı seçirəm. Siz də təbii olmağı seçirsiniz.
Vaxt bitdi, amma bir-iki maraqlı sual da səsləndirəm, sonra keçək növbəti suallara. Günel xanım, idman ilə belə vücuda malik olmaq mümkündür, yoxsa nəsə əlavə müj işlər? Belə vücuda da idmanla. Bəli, Yoxsa əlavə proteinlər, işlər, güclər, Qida. Birinci növbədə qidadır 70%, ikinci növbədə məşqdir, ondan da əlavə idman qidalarıdır. İdman qidaları mütləqdir. Yəni o olmasa... Yox, ilk aylarda olmaya bilər. Amma sonradan mütləqdir. Bir dənə belə, allenizm belə yazıb. Günel xanım, olub ki, oğlanı çağırıb başa salmısınız? Hə? Məktəb vaxtlarında olub. Məktəb vaxtlarında Bəli. olub. Onda da idman eləmirdiniz də. Yox. Eyni anda həm idmançı kimi güclü olmaq, həm xanım kimi zərif olmaq çətin deyil ki. Çətindir. Çətindir. Bir dənə maraq, bədəninizin gücünü hər kəs görür. Sizcə, sizin görünməyən ən güclü tərəfiniz hansıdır? Emre Oğuz'a yazıb bunu. Ürəyim. Ürəyin? Bəli. Sərin qazanalım. Təşəkkür edirəm. Deməli, mən bilirəm, indi 50 matı görürəm, nə qədər suallar yazmırsam, hamısını başa düşürəm, narahat olmayın. İndi xahiş edirəm, sualların hamısını mən təqdim edəcəm, Günel xanım özü seçəcək arasından. Hansını bəyənsə, növbəti blokumuzda o hədiyyəni təqdim edəcək bura. Və bir məsələni də deyim sizə, Günel xanım proqramımızda olmaq bir məqsəd var. Yadınıza gəlirmi Pərviz Qasımov, Qantel, Birəl, mahnı ifa? Onu qız eləsə necə olar? Hə? Ona görə baxın da, işlər var. Növbəti, Zakir mənim ürəklənmişsiniz, davam edək sizlə. Yoxsa yox? Buyurun, mən həmişə ürəkliyəm. Bu nə söz? Zakir müəllim ürəklidir. Ona görə başlayırıq. Zakir bəy, sizin çox gözlədim, gəlmədim mahnısını çox sevirəm. Nazlım deyir. Kimi gözləmişsiniz, gəlməyim. İndi buyurun, ürəkli buna cavab verin. O mahnının adı Gələcəkdindir mahnı. Yəni, mahnının sözləri bizim əziz dostumuz, qardaşımız Mətləb Ağayevindir. Mən onu salamlayıram, Mətləb müəllimizə baxırsa. Onu şairdən soruşmaq lazımdır. Kimi gözləyib, gəlməyib. Mən həyatımda elə bir şey olmuyor ki, mən o gözləyəm, o gəlməyəm. Mən kimi gözləmişəmsə də o gəlib. Hamısı gəlib. Abuşov Official yazır. Zakir bəy mənim yerlimdir. Zakir bəy, Neftçalalı olaraq hansı balığı bəyənirsiniz? İnşallah sualımı da bəyənərsiniz. Belə yazır. Sağ olsun. Bütün Neftçalılar, Səlyanlara, bütün Azərbaycana buradan bir daha salamlar olsun. Onu bir daha vur da, dam. Bir daha vur. Vurmursan axı. Çubuğu almışdı uşaq əlindən. Mən ən çox sevirəm kütüm balığın. Kütüm balığını. Balıq o ye. Danışacağım onu sizə. Birazdan danışacağım, yadıma sağ olun. Amma ən çox protein tuna balığındadır, ton balığında. Yo. Bir də soma balığında. Kütüm də, bizimki kütümdür. Zakir müəllim, öz tələbələriniz arasında özünüz kimi gözəl ifa edən var və bəyəndiyiniz var. Yəqin bunu tələbələrdən kimsə yazıb. Tələbələrim maşallah var, mənim yaxşı tələbələrim var. Hamısı yaxşıdır mənim tələbələrim. Elə burada biri var, Tazəddin Allahverdiyev. Şirəli gözəl oxuyur, Rəvan Qaçayev var, Vüsal Qasımov var, Fərhad Ramazanov var. Mənim tələbələrim çoxdur, hamısı da muğam müsabiqələrində iştirak ediblər. 3-cü yer tutan var, 2-ci yer tutan var. Belə, yəni bizim bu, indi də muğam müsabiqəsi keçirilir, bilirsiniz, yəni. O muğam müsabiqələrində yaxşı yerlər tutublar və mən onların gələcəyinə inanıram. Ümumiyyətlə, mən cavanlarımızı çox sevirəm. Allah cavanlarımızı qorusun. Yəni, indi düzdür, deyirlər ki, məşhurlaşmaq çox rahatdır. Məsələn, bizim dövrümüzdə bir televiziya var idi, ana televiziyamız, ASTV, yəni. Amma televiziyalar çox olsa da, sosial şəbəkələrdə reklam eləmək mümkün olsa da, yenə də cavanların işi çətindir. Çünki çox ifaçılar var və o ifaçıların içərisində seçilmək, fərqlənmək, özünə tamaşaçı arasında hörmət qazanmaq. Bilirsiniz ki, sosial şəbəkələrdə ifaları paylaşanda görürsən, orada yaxşı sözlər də yazan olur. Bəzən öyrədilmiş adamlar da olur ki, orada nələrsə yazırlar.
Yəni buna görə çox çətindir. Mən cavanlarımıza uğurlar arzu edirəm. Qoy səhnəmizdə yaxşı ifaçılar olsun həmişə. Çox sağ olun, vaxt da bitdi Zakir müəllim. Gəzədən. Doğrudan bitdi, 3 dəqiqə bitdi. Amma bir-iki belə maraqlı sual da səsləndirim. Bu yolun, ay Zakir müəllimdir, bu yolun ən səssiz, heç kimə demədiyiniz çətin hissəsi, çətin anı hansı idi? Bu gəldiyiniz yolun. Bəli, o çox şeyləri elə ən gözəli odur ki, sən o çox şeyləri pünhan, nihan saxlayıb özün öhdəsindən gələsən. Yəni onda onun bəhrəsini də görəndə insan üçün çox xoş olur. Deyir Zakir müəllim, elə bil nəvi olandan sonra biraz da əhvalınız yaxşı olub, yoxsa mənə elə gəlir. Xoşbəxt görsəniz ya mənə elə gəlir. Namik Bakinski yazır. Xoşbəxt görsənlə, mən xalqımızı, millətimizi çox sevirəm. Onların qarşısına çıxanda həmişə nə kədər varsa, nə çatışmayan nələr varsa, onların hamısını unuduram. Çünki səhnədə insana, o tamaşaçılarımıza müsbət enerji ötürmək arzusundayam. Şəfiyev Tural yazır, Zakir müəllim, sizin ən sevdiyiniz qonşunuz kimdir? Şəfiyev kim? Tural. Qonşumdur, Tural qonşumdur, elə ən çox sevdiyim qonşumdur. Salamlayıram Ramizi də, Zəhranı da, xanımın da salamlayıram. Hikmət müəllimi salamlayıram. Səadət xanımı salamlayıram. Binanın komendantının adını deyin. Kimi? Binanın komendantının adını deyin, tam rahatlıq olsun. Salam olsun. Əlbəttə, yaxşı qonşu deyir, yaxın qohumdan da irəlidir. Mənim yaxşı qonşularım var, hamısını salamlayıram efir vasitəsilə, əgər mənə baxırlarsa. Salam əziz qonşular. Salam Zakir müəllimin qonşuları. Bir məsəl var, deyir, dişin ağrıyır, çək qutar, qonşum pisti köç qutar. İndi Zakir müəllim qonşuları yaxşıdır, ona görə köçmür. Köçmürəm yox. Zakir müəllim, təşəkkür edirəm. Qalan sualları da verirəm planşetdə, inşallah özünüz seçərsiniz. Burada çox qonşular yazıblar, indi çatdırıb birini oxuduq. O biri qonşuların yazdıqlarına vaxtımız çatmadı. Zümrüt xanım, nətərsiniz? Yaxşıyam. Bir dənə sual gəlib sizə, onu verin, zarafat edin. Problem yoxdur, elə o yaxşıdır. Adı yox, çoxdur suallar. Vaxtı qoşun görüm ay uşaqlar. İnsan nəyi pulla ala bilməz Zümrüt xanım? İnsan, məncə, sevgini, Sevgini. ümumiyyətlə sevgi, ailədəmi, məhəbbəti, bəli, məhəbbəti yəni. Zümrüt xanım, özünün ən sevdiyiniz musiqi var, ona qulaq asanda fikirləriniz dağılır, Seymur deyir. Yox, mənim öz sevdiyim musiqi yoxdur. Bütün musiqiləri sevirəm yəni. Nazlım deyir, Zümrüt qaşının mənası sevgi və sədaqət deməkdir. Siz də öz sevginizdə sədaqətlisinizmi? Bəli, təbii ki. Elədir. Bu xanım bizə Aygün xanımdan yadigar qalıb. İnşallah hədiyəsini də mən qazanaram. İnşallah. Belə, əziz tamaşaçılar, bura belə xoş arzular yazmaqla olmur, yaxşı suallar yazmaq lazımdır. Mən də çaşdım, oxudum, ha. Adətən belə sualları oxumuram. Aygün bəylərdən özünüzə yadigar olaraq nəyi hesab edirsiniz? Məncə onun sənətini, musiqilərini, yəni mən davam edirəmsə, o mənim üçün ən dəyərli bir şeydir. Bir sualda, Aygün bəylər Azərbaycan səhnəsində silinməz bir iz qoydu. Bəs həyata keçmədiyi arzusu qaldı mı? Bəli, əlbəttə ki, insan arzuları bitmir ki. Nə məsələn? Nəyi siz bilirdiniz? O arzusu həyata keçmədi. Onun çox arzuları var idi. Ən əsas da bu son vaxtlarda konsertini bitirib, sənətinə vida deyəcəkdi. Amma bəstəkarlıqla məşğul olacaqdı. Övladını... Oxumaq istəmirdi Yox, daha. oxumağa son qoyacaqdı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Aygün aramızda olmasa da qəlbdə yaşayır. Ətrini sizdən alırıq. Ona çoxmu mane olurdular sağlığında? Çox. Çox. Kim? Kimliyini bilmirəm. Sənət yoldaşları mı, yoxsa tam qıraq? Yəni, daha çox məncə sənət yoldaşları. Yaxşı həyat yoldaşı, yoxsa yaxşı musiqi ifa? Üzr istəyirəm, təbii ki, mənə belə gəlir yaxşı ailə, birinci ailədir, yaxşı həyat yoldaşı.
Zümrüd xanımın bugünə qədər yaxşı ki bunu etməmişəm dediyi şey olub, Xeyr, olmayıb. peşman olmuram heç vaxt. Aygün bəylərin sənətini yaşadan tək sizsiz, yoxsa başqa sənət adamları da yaşadır? Ola bilər başqa sənət insanları fikirləşir, yaşadırlar. Amma mən belə düşünürəm ki, sırf mən yaşadıram. Məsələn, bizim proqramda da olub, gənc ifaçılar görürsünüz, götürürlər Bəli, mahnılarından ifa musiqisini edirlər. ifa edir. Onlara necə baxırsınız? Musiqi məsələn? çox əla, musiqi oxuyaraq yaşayır, mən belə düşünürəm. Amma nə mənada belə dedim, inat kimi dedim, üzr istəyirəm. Yəni bizim səs tembrimiz oxşuyur da rəhmətli ilə. Yəni onun çalarları məncə bilərdi Zakir mənim bizim sənətkarımızdır. Yəni o baxımdan deyirəm ki, mən ifa eləyəndə o mahnını Aygün daha tez xatırlanar, amma o birisilərdə yox. Düzdür. Vaxtımız bitib, amma bu sualı da istəyirəm səsləndirim. Sonra bir məlumat indədilər mənə. Abbasov BM belədir hesabı. Rəhmətlik Aygün bəylərin hansı arzusunu siz yerinə yetirmək istərdiniz? Mən hal-hazırda onun istədiyi arzusunu yerinə yetirməkdəyəm. Onun sənətini davam edək. Davam elətdirsiniz. İndi mənə bir məlumat da dedi bizim redaktorlar ki, siz bir ara adınızı dəyişib Aygün etmək istəyirdiniz, hə? Yox, mən istəyirəm Zümrüd Aygün. Zümrüd Aygün, təxəllüs kimi götürəsiniz. Bəli. Çox heyf ki, Aygün yəni olmur, onun balası da var. Ola bilər ki, onun gələcəkdə inşallah övladları olar. Amma mən istəyirəm sənətlə, yəni elə belə yox. Qismət olsa, necə musiqisini yaşadıram, səsini, sənətini, inşallah adını da istəyirəm yaşadım. Ona, inşallah, onu etməyə sizə nə mane olur ki? Nəyim? Bax, onu dəyişib Ya sənətlə də, sənət biraz vaxt... Sənətçinədir işte. Hə, biraz vaxt apar. Siz də evdən çıxan adam oxşamırsınız. Elə Yox, bugün əksinə gedərəm, evdə sabah tapılır. Hə? Vaxt yoxdur getməyə. Hə, inşallah. Tezliklə İnşallah tezliklə eləyərsiniz. Mən sualların çox az bir hissəsini təqdim eləyə bildim bizim qonaqlarımıza, amma orada suallar çoxdur. İndi təbii ki, biz reklam fasilələrində təqdim edəcəyik bizim qonaqlar seçəcəklər, özləri də oxuyacaq. Çünki elə adamlar var, suallar yazıblar, mən onu çatdırıb oxuya bilməmişəm, amma bəlkə bu hansı qonağımızın ürəyindən də o sualı eşitmək, o sualı göstərəcəyik, kim yazıb, hədiyyəsini də təqdim edəcəyik. İndi istəyirəm, bu alət gəlsin bizim studiyamıza ki, görəsiniz ki, burada nə işlər var, nə işlər yoxdur. Hə, bura qədər gətir. Elə buradan verib mən özüm gedirəm. Çox sağ olun. Bunu əvvəl mən özüm sürürdüm, axı, uşaqlar. Hə, baba, bu var, ha. Bu, ada, hə, yaxşı sürürəm. 25 kilo, üstündə mikrofon. Deməli, Günel xanım dedi ki, mən bu əhvalatı qısa danışım sizə. Elə bax, o hədiyyəni təqdim edəcəm. Yusifin zalının açılışında mən Günel xanımla biz rastlaşdıq, rəfiqəsi də oradaydı. Dedi ki, o var ha, o Pərviz Sveta, sənə nə deyim? Hə, indi Svetanın sabah özünü çağıracaq bura. Dedi ki, bir dənə dedim qızın muskuluna bax, Günel də onu oxuya bilir. Günel özü də azmış kimi dedi ki, səsim də var. İndi səsi peşəkar səs deyil, karaoke-də oxuyur. Amma ki, oxuyur da, fərqi nədir? Məsələn, belə, var, işləyir. Bu da 25 kilo. Elə bil qaldırıb, belə oxumaq lazımdır. Belə ki, mən Amma oxuyum. bir şey deyə bilərəm, yəni Pərviz bəylə mənim çəkim eyni deyil axı. Dünya çempionudur, Demirəm ki, 120 Pərviz kilo bəyə çəkisi qaldırasınız. var. Deyirəm, onun Yox, qaldır. o da 25 kilo, yəni xanıma görə biraz onu saxlamaq var. 30 kilo eləyərik. Deməli, amma əslində şərtlər asandır. Çox sağ olun, təşəkkür ederim. Sağ olun, çox sağ olun. Allah bacınızın torpağı sana sizə ömür versin. O deyir sizə çalarlar. Heç çalarlar deyil. Elə birə-bir özüdür valla. Hə, maşallah. Mənim elə gözümün qabağında canlandı. Ki elə burada. Hə, çox oxşur nədir? Yəni ki, məndən başqası ola bilər. Yox. Yaxın 10 ildə gözlənilmir. Var olasınız. Çox təşəkkür edirəm belə gözəl ürəkdən, içdən olan bir ifaya görə. Yox, onu yox, bir mikrofon istəyirəm. Üzr istəyirəm, mən Buyurun. bir söz istəyirdim Deyin.
Hər yerdə, elə burada da anonslarda məncə, səhv eləmirəmsə, məni bəylər kimi təqdim edirlər. Elə başa düşürlər ki, yəni Aygün bəylər bizim soyadımızdır. Xeyr. O təxəllüs idi, bəli. Məni biri göz xeyir işlərdə də elə Zümrüd bəylər kimi təqdim edirlər. Elə deyil. Bizim soyadımız Hümmətovadır. Elə mən də öz soyadımdan hələlik Zümrüd Aygün olana qədər. Zümrüd Aygün olana kimi. Minnətdaram. İndi biz sizi növbəti ay dəvət edəndə Zümrüd Aygün kimi yazarıq da inşallah. İnşallah. Sənədləri də hazır edin, o vaxta qədər. Sənətçi nə dişlərim qutaraq. Və bizim dünən hədiyyələr burada qonaqlarımız var idi. Dünən Vüqar Əbdülov, Mirzə Məmmədov və Fatimə Fətəliyeva bizim qonağımız idi. Və Vüqar Əbdülovun dünən bir sual xoşuna gəlmişdi. Onun hədiyyəsini götürmək üçün gələn tamaşaçımız var və bir də Yusif Nurullayev proqramı. Bax, bu sual budur. Vüqar bəy, ən bəyəndiyiniz musiqili meyxananız hansıdır? Ülkər Rəhimova yazmışdı bu sualı bu səhifədən və indi görək proqramımıza kim gəlib bunu götürməyə. Siz gəlmişsiniz. Ay Ülkər xanım, sizsiz. Bu gəlin bura görün, maşallah, xoş gəlmişsiniz. Əbir xanımı bir rəhdən alqışlayın, səhərdən. Sən sual yaz bu səfər, bəlkə də qonaq bəyənər. Sən sual yaz bu səfər, bəlkə də qonaq bəyənər. Axtardığı nə deyələr, bala sandıqdan çıxsan deylərsən. Axtardığı nə deyələr, sandıqdan çıxsan deylərsən. Nətərsiniz? Çox sağ ol. Bu sizin səhifənizdir, Ülkər. Qızımdır, qızımıdır. Qızınızın Mən gəlmişəm. Hə, pul anaya çatmalıdır. Uşaq pulu Elə neydir? olmalıdır. Hə? Xahiş edirəm, götürün bunu. Vüqar Əbdülov öz cibindən çıxardıb, deyir, halal toydan qazandığı pul. Çox sağ ol. Halal, xoşunuz olsun. Kiməsə sözünüz də varsa deyin buradan. Çox sağ ol. Həyət evidir. Bəli. Yaxınlarda söhmürlər. Yox hələ. Deməyiblər, gələcəklər pulana. Xeyr. Hə, hansı tərəfdədir? Kənd Əhməd. Kənd Əhməd. Hələ ora var, gəlməyiblər. Çox sağ olun, təşəkkür ederim. Sonra və bir də Yusif Nurullayev bizim idmançımız proqramımızda belə. Yusif bəy, Qarabağ Azərbaycandır. Şüarı sizdə hansı hissləri oyadır? Yazmışdınız, hə, siz gəlmişsiniz, xoş gəlmişsiniz. Qardaş, sizə zala ehtiyac yoxdur, elə. Xoş gördük, necəsiz? Axşamınız xeyir olsun, minnətdaram sizə də, ATV telekanalının rəhbərliyinə də, Yusuf bəyə də ki, gəncləri belə bir idman zallarının açılmağında, yəni dəstək olur, kömək olur, gənclər ona məşğul olur, pis vərdişlərdən uzaq olur. İlk öncə hamıza minnətdaram. Çox sağ olun. Siz sağ olun. Adınız, soyadınız? Nahid Əliyev. Özünüz gedəcəksiniz? Bəli. Mən sizin adınızı yazmalıyam. Çünki bax, belə Yusuf bəy bura belə möhrü vurdu. Baxın dostlar, möhrü var, ayını da yazıb 12 ay. Adınızı soyadınız? Nahid Əliyev. Nahid Əliyev. Yazım tez bura, təqdim edeyim sizə. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım Tarkaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım Tarkaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum. Qarabağcan Qarabağ ana yurdum. Yazdım, bir il. Getdiyiniz tarixdən deməli yolunun izini də öyrənmişəm necədir, çox sadə. Bu kuponla yaxınlaşacaqsınız Qarabağ Fitness zala, üz tanıma edəcəksiniz, sonra bir il hər nə vaxt istəyirsiniz gedib gələcəksiniz, uğurlar. Çox sağ olun. Siz özünüz də məşq edirsiniz Bəli. deyir. Bir onu qaldırın görüm, hələ gücünüz çatar bir damcın. Görək Nahid Əliyev. Yaxşı. Bir ildən sonra onu saxlayıb belə mahnı da oxuyarsınız. Ercan, oxuya da bilsəydi əli olardı. Oxuya da bilsəydi elə telefonla. Çox təşəkkür edirəm Nahid əzim, minnətdaram. Və indi iş başladı. Hətta bunu hamı eləyə bilirmiş ki, mən də elə bilirəm çətin şeymiş. Pərviz də məni burada, bunun yenə sürün bura, hə, təkərlərini də düzəltdirmişəm, təzə özdə yay təkərləri qoydurmuşam buna. Qışda qalınlardan idi. Dəyişdirdim, sağ olsunlar dostlar. İndi o süjeti verin. Pərviz Qasımov ifa etdiyi süjet və bu elə həmin qanteldir. Zaur göndərib yenə. Çox ağırdır, 24 kilodur. Vaxtı qoşun.
Yığdım bu dünyanın malın tevləti, yığdım bu dünyanın malın tevləti. Əlini yaşırdım güzələ qaldı, əlini yaşırdım güzələ qaldı. Ayaq getməyər gətirdi düşedi, ayaq getməyər gətirdi düşedi. Baxmaqdan savayı güzələ qaldı, baxmaqdan savayı güzələ qaldı. Nə qaldı, kimə qaldı, baxmaqdan savayı güzələ qaldı. Nə qaldı, kimə qaldı, baxmaqdan savayı güzələ qaldı. Bunu 10 saniyədən artıq saxlaya bilən olsa Azərbaycanda oxuyanlarımızdan söhbət. 10 saniyə. 10 saniyə saxlayıb belə oxusa, Aha. mən iPhone 16-nı alıb hədiyyə edirəm buna. Doğrudan. Vallahi. 10 saniyə belə saxlasın, oxusun. Eşitdiniz? 10 10 saniyə. saniyə oxuyanlarımız. Və indi zəhmət olmasa gəlin bura. Mən oxuyan vacib deyiləm. deyil. Nə hədiyyə verir? iPhone 16 Pro təzədən Max. təzə Ona iPhone. gəlsin versin də mən tutub oxuyum da. Zakir müəllim. Oxuyanlardan deyir, oxuyanlardan. Gəlin Zakir müəllim, Mən gəlin. tuta bilərəm, amma oxuya bilmərəm. Ay xanım, bir dənə biraz yavaş xahiş edirəm. Niyə qışqırırsınız? Bilsəydim narahat oraya olmayın. qaldırıb baxardım görün. Gəl, gəl. Gəlin baxın. Ya, tamaşa zarafat edirəm. Girər xanım. Gəlin indi bura. Elə mikrofonunuzla gəlin. Narahat olmayın. Mən oxumasam da Pərviz o iPhone-u mənə verər. Bilirəm, bilirəm. Pərvizi salamlayıram. Deyərəm elə səhər birini versin də, sevgilim. Nə var orada? Hansı mahnını ən çox sevirsiniz? Onu deyin mənə. Bu gelib karaokedə hansını oxuyursunuz ən çox? Rus mahnıları ya da türk. Türk mahnı hansı sevirsən çox? Hansını bilirsiniz yaxşı? Oxuya bilməyəcəm. Bildimi oxumayın. Ne hansını bilirsiniz onu deyin hələ. Ya, hansı? Mikrofona deyin. Birini deyin. Ay Sibelcan olsun. Hansıdır? Sibelcan özü neyini Kanası. mahnı? Kanası nətər başlayır o mahnı? Bu kaçıncı bahar, Bu kaçıncı bahar. Sonra? bu kaçıncı mevsim. Aha. Oxumağınız lazım deyil. 10 saniyə saxlayın, kanasını mən oxuyaram sizin yerinizə. Görün belə saxlaya biləcəksinizmi? Belə ürəklə dediniz ki onu. Ya Allah, vaxtımız var orada. Hə? Əlim sürüşəcək. Narahat olmayın, əlini sürüşəcək. Görün burada kanasın. Bu kaçıncı bahar, bu kaçıncı mevsim, bu sahte gülüşün ne anlamı var? 10 saniye var. Aha, elə bunu desəniz bəsdir. Ya Allah eləyin görəyi, bəlkə alındı. Başlayın. Başlayın. Bu kaçıncı bahar? Bu eline kömək eləmə. Bu kaçıncı mevsim? Amma yox belə 10 saniyə keçdi. keçdi. Aralı tutmalısınız amma. Ada verir kömək eləyim. Ay xanım qırarsan bura. Ay. Yo, narahat olmayın, mən tutmuşam. Doğrudan? Bəli. İndi Prosta belə saxlamaq çətindir də. Çətindir. Açığı kişi üçün rahatdır, qadın üçün çətin. Mən ondan ayaq məşq eləyə bilərəm. Nə bilim, kürək məşq. bəlkə ayağınıza qoyub oxuyasınız. Ayağına. İndi siz saxlayın bunu. Məncə Pərviz bunu qəbul etməyəcək. Çünki o biraz belə demişdi də. Dedi belə saxlayırsan. Bu kaçıncı? Ha, belə saxlamaq. Hə. Belə də elə bil ki, elə bil bu əlimi hiss eləməyin də. Bu kaçıncı bahar, bu kaçıncı mevsim nəsə də indi. Baxım edeyim də. Bir də yoxlayırsınız. Yavaş. Aha. Mənə arxayın olmayın, sonra mən. İndi biraz elə bil bura gətirin, rahat oxuyun. İki əlinə saxlaya bilərəm. İki əllə İki əllə yox. İki əllə iPhone-un kabrası düşür. Gətirim. Yox. 20-yə qoysaz, 20 kilo eləsəz eləyərəm. Amma 20 kiloya. 20 kiloya da adaptör düşər də yəqin. Elə belə test üçün eləyirik bunu. demişdi oxuyanlar arasında. Onsuz da iPhone mənə düşməyəcək. Hə, düşmür, amma test üçün. Ay, Nicat müəllim, xahiş edirəm bir dənə bunu 20 kilo eləyin. Olmasa 5 kiloya qoyaq verək Zakir müəllim bir dənə gözəl əsər burada. Bu da çətin imiş, hə? Biz düz qoymamışıq ora. Yeri gəlmişkən Nicat da təzə məşqə başlayır. Zakir müəllimi siz zəif bilməyin ha. Yox. Zəifdir.
Demək, o ikisi də basılmalıdır, sonra o fırlanır. Peki, mən bunu səhv qoymuşam. Veriliş getdi. Aha, narahat olmayın. İndi bu olacaq 20 kilo. 20'dir. Əla. Nizafə bir alqışlayaq ürəkdən. Bunlar çıxır onda 20 kiloda. Yox, valla 20 də mənlik deyil. Günel xanım, özünüz xahiş edirəm. Aha. Bu kaçıncı bahar, bu kaçıncı mevsim, bu neydi dalşı Sahte baharın, baharın ne anlamı var? Yüzüme bakma. Cesaretin var. Dalşı bilmirəm. Ay xanım, elə bir kiminsə uşağın saxlamırsınız qucağınızda. O da dəli. Saxladım da fakt. Amma saxladınız, ona görə də xahiş edirəm. Sabah telefonunuzla gəlin, 28-də ona yaxşı üst çəkdirəcəyik. Çox təşəkkür edirəm. Pərviz, mənə verərsən bu iPhone-u, mənə düşür. Xanım olaraq düşür. Bəli, Günel xanımı bu cəsarətinə görə alqışlayırıq və çox təşəkkür edirik. Hər işdə görməyə bilirəm, gördünüz onu ora 2 dəqiqə nətər taxdım. Mikrofonu da çıxartdım oradan. İşləmir bu. Mikrofon işləyir, bizimki işləmir, yatıb. Planşeti. Burada hər şeyi alıb qoymuşuq. Adamlar lazımdır. Mən istəyirəm indi sizə bizim proqramın xüsusi sponsorundan danışım bu məqamda. Bilirəm, vacib məqamdır. Və indi siz gözləyirsiniz, bizim qonaqlar da kimlərə hədiyyə təqdim edəcəklər. Ona görə biraz səbirli olun, hamısını deyəcəm. Xüsusi sponsorumuz Embavut'dan çoxdan gözlədiyiniz Topdan Mebel Günləri kampaniyasına start verildi. Nağd alışlarda bütün mebellər indi daha sərfəli qiymətlərlə. Evinizi yeniləmək üçün bu fürsəti qaçırmayın. Bu yay evinizi Embavut ilə yeniləyin. Ən yaxın Embavut mağazasına yaxınlaşaraq və ya Embavut saytına keçid edərək onlayn sifariş edə bilərsiniz. Kampanyalar haqqında 126 çağrı mərkəzindən və ya Embavut saytına keçid etməklə ətraflı məlumat əldə edə bilərsiniz. Embavut evdə daha gözəldir. Təşəkkürlər və bir şey soruşum. Biz bugün canlı ifa etmək şansımız varmı? Dinləmək şansımız varmı etmək deyəndə? Məncə olar. Tananlıqlar fərqlidir. Düzdür? Ayrı-ayrı vaxtlarda da eləyərik. Yox, problem yoxdur. Yəni oxusun. Danışarıq indi onu Zümrüt xanım ətraflı. Onu da gəlin belə eləyək. Biz reklamlara keçirik. Qısa bir reklam aramız. Reklamlardan sonra həm deyəcəm sizə kimlər hədiyyə qazandı, həm burada canlı ifaları görəcəksiniz, həm də bir başqa şey var, onu da deyəcəm. Pozitiv, istiqanlı, əyləncəli gecə şousunun gəlmişik belə bir hissəsinə ki, indi bizim qonaqlarımız da qarışdırırıq, görək hədiyyələri kimə təqdim edirik. Bir suallardan təqdim edirik. Sonra sualın hədiyyəsini göstəririk sizə. İlk olaraq 3 saniyədən sonra indi sizə göstərəcəm. Kimdir? Kompüterlarımız donub. Yox, açıldı. Medinə Əmiraslanov. Yəqin Medinə Əmiraslanova xanımdır. Yazıb, sizcə məqsəd daha vacibdir, yoxsa prosesdən zövq almaq? Nə prosesindən, ay xanım? Günel xanım, siz seçmişsiniz bunu. Məşq prosesindən. Məşq prosesindən, Medinə xanım Əmiraslanova sabah Elcanlı proqrama 22:00-da şəxsiyyət vəsiqənizlə və bu Instagram hesabınızla ATV kanal Elcanlı proqrama yaxınlaşın. Günel xanım sizin üçün burada 50 manatlıq əskinaz saxlayır. Gəlib götürərsiniz, xeyirli işlərə həcləyərsiniz. Növbəti, Zakir müəllim, sizin ən sevdiyiniz qonşu kimdir? Ay Şəfiyev Tural, mən bu üzüyü vermirəm Zakir müəllim gələndə sizə versin. Sabah zəhmət çəkin, gəlin ATV kanalına, Elcanlı proqrama, canlı yayımda bu üzüyü sizə təqdim edəcəm. Qonşu qonşunun sağlığını istər. Bəli. Və Vaqif Rızayev.
Aygün bəylərin sənətini yaşadan sizsinizmi, yoxsa sənət adamları? Zümrüd xanım da bu sualı bəyəndi və bu, belə deyək, boyunbağını, mirvari boyunbağını sizə təqdim edir. İnşallah, inşallah. Əgər qismət olsa, bu verilişə bir də dəvət alsam, söz verirəm ki, rəhmətliyin papağından gətirəcəm. Allah qoysa, inşallah. İnşallah. Tezliklə. Sən sualı yaz bu səfər, bəlkə də qonaq bəyənər. Sən sualı yaz bu səfər, bəlkə də qonaq bəyənər. Axtardığı nə deyələr, bana sandıqdan çıxsan neylərsən. Axtardığı nə deyələr, sandıqdan çıxsan neylərsən. Sandığımızın içində də biraz hədiyələr var, biraz. Çox yoxdur. Amma indi yəqin ki, ayın sonuna qədər dolar. Olmasa da neyniyək, olanımız budur. Amma hələ ki biraz var da, yəni gəlib götürməyənlər var və bir də ki, heç bir sualı bəyənməyən adamlar var ki, deyir ki, əşi bəyənmədim. Təqdim edərsiniz, ayın sonunda ehtiyacı olan bir adam gələr götürər. Mən isə indi istəyirəm bir şey soruşum. Biz canlı ifalar barədə nə fikirləşdik Zakir müəllim? Bax, açıq danışıram, sizə əziz tamaşaçılar, siz də bilin. Mən indi bu məqamda bir oyunumuz var, hansı ki o da ifalarlandır. Kartların içində bəstəkarların adı yazılıb, o bəstəkarlardan mahnılar ifa etmək. Bir belə bir şey edə bilərik və yaxud da sizin öz seçiminizdə canlı ifalar olar. Hansını istəyirsiniz, edək. Onu edək. O birisi yaxşıdır məncə də, o maraqlı olar. Maraqlıdır, bəli. Ona görə həmin o yay təkərləri qoyduğum arabanı yox, yumruğunu gətirir bizim dostlarımız, əziz qardaşlarımız. Yaxşı adamlar, çox sağ olun. Dostlar, mən görmürsünüz. Hey! Bambinolar. Hə, göstərdilər nəhayət ki. Və deməli burada 2, 4, 6, 8 kart var. Hər kartın altında bir bəstəkar adı yazılır. Mən bu masanın ətrafına, masanı önə çəkərək dəvət etmək istəyirəm Zümrüd Hümmətova və bizim Zakir müəllimi. Ay maşallah, gözəl alqışlar, canlı ifa mikrofonları və öz mikrofonlarınızla bərabər. İndi Zümrüd xanım, siz burada qalib olsa sizə hədiyyə verəcəm. Amma Zakir müəllim qalib olsa verməyəcəm. Niyə? Çünki Zakir müəllimin üzüyü buradadır. Birinci kimdən başlayaq? Xanım başlayaq. Zümrüd xanım, buyurun. Niyə? Burada gecələmək də öyle evə gedirsiniz. Birazdan qutarır verilir. Tahir Əkbər. Tahir Əkbərdən bir mahnı Zümrüd xanım ifa edir. Buyurun. Ha, işləyir, mikrofon işləyir. Buyurun. Gecələr bulaq başı. Kömək elə Zakirəm. Siseygah ver. Bitirdim mən səni ömrün yazında, qışdan xəbərsizmi, bahar səndə, oynaya bilmədim sənin nazın, əbədi həsrət tək yandırır məni. Əbədi həsrət tək yandırır məni. Bəs necə dözüm bu vaxtsız gediş, heç gümanım yox, bir də biz görüşək. Qərarsız mən oldum, vəfasız mən oldum, günahsız sən oldun. Bəs necə dözüm bu vaxtsız gedişə, heç gümanım yox, bir də biz görüşək. Qərarsız mən oldum, vəfasız mən oldum, günahsız sən oldun. Qərarsız mən oldum, günahsız mən oldum, vəfasız sən oldun.
Tahir Əşbəri Mikrofonu. Allah Tahir Əşbəri rəhmət eləsin. Ruhu şad olsun Tahir müəllimin ruhunu alqışlayaq. Allah rəhmət. Allah rəhmət eləsin. Bununla da verilişimiz sona çatdı. Çünki hər mahnıya bu qədər vaxt ayırsaq onu səhər 4-ə qədər veriliş gedəcək. Zakir mən birini siz seçin. Burada Zümrüd oxuyaq. Aha, Emin Sabitoğlu. Elə bu mahnı oxuyun da kim bilir. Bəs-bəstəkar mahnı kim bilir oxuyun geçsin. Kömək edeyim. Emin müəllimin mahnıları çoxdur. Danışmaq üçün bura, oxumaq üçün. Müəllimin çox nəğmələri var. Allah məkanın cənnət eləsin. Hansını oxuyuruq? Yəni görüm. Hə, birin ifailində. Siz deyin, onlar da ifa eləsin. Onlar ifa eləyə bilməz axı. Onlar ifa etsə kömək etmiş olur. Sən də çox bilirsənsə, başqa yerə düzəldim hələlik konservatoriyada müəllim işlər. Yoxsa ev yoxdan narahat olma. Yox, sən olmuşam onu deyil. Emin Sabitoğlu. 20 saniyə də belə bitti. Bax, bitti. Zakir mən, bitti. Zümrüd xan, buyurun siz. Oxuyacaqdım. Adı hara oxuyacaqdım, keçdi də daim. Aygün Səmədzadə. Tut ağacı aman yerim, güman yerim hatırlar kanadında yaşattığım günah yerim tut ağacı sirri sözü aman yeri tut ağacı ucağı bunun sonu yok arzuma nece çatır çok sağ ol. Bəsdir. Bu bizə sabah axşama qədər bəsdir. İstənilən birini. Aha. Faiq Süzətdinov. Elə budur. Probkanı yara-yaran ol yetdi də. Bir demək çoxdur. Kömək eləmək olmaz. Zümrüd xanım xahiş edirəm. O bir dəfə kömək elədi, kömək eləmədi. Oxudu, qaldı özünə yazıldı. 10 saniyə də bitir. Sən tələbəsən, otur tələbə yerində. Nə vaxt müəllim olarsan, onda müəllimə kömək edərsən. Bir şey ver, nə ilərsən mənə? Nə ilərsən mənə görə, nə ilərsən? Kaman ayrılıq nəğməsin çağır gecələrin üstündə qəlbim onlara alışıb yanır nənələrin üstündə harda qaldı gəlmədi sevirəm deyirdin belə yazılıb bəxtin Axırı belə olur. Vaxtımız yoxdur. Faiq müəllimi də efir vasitəsilə ürəkdən salamlayırıq bizim gözəl bəstəkarımızı. Eşq və alqışlayaq sevgilər. Faiq Süzətdinov. Alqışlarlar. Zümrüd xanım buyurun. Son seçimdir. Son seçim Ələkbər Tağıyevdən ifa səsləndirir Zümrüd Ümmədova və son 3 dənədən birini isə Zakir mənim seçəcək. Ay güzel hara alsan yar hara alsan dağların mara alsan yar hara alsan ay güzel hara alsan yar hara alsan dağların mara alsan yar hara alsan gözlerinden görürəm sen Bakının mara alsan Bakının mara yar hara alsan. Bəli, doğrudur. Bəli, Ələkbər Tağıyevindir, bəli. Bəli.
Birində siz seçin. Hansı istəyirsiniz? Yox, qoy qarışdırım. O sen vurdun üstüne düdün bu. Yox, qarışdırım. Mən o vaxt 28-də 3 gün qarışdırırdım. Elə budur. Elə budur. Novruz Aslandan bir ifa. Novruz müəllimi salamlayıram. Aha, salamlar bugün çox oldu, mahnı az Çox oldu. oldu. Novruz müəllimdə gözəl mahnılar var, amma bu dəqiqə yadımda deyil. Sizdə var. 3, 2, 1 və Zakir müəllim minnətdarıq sizə. Xahiş edirəm, əyləşin. Zümrüd xanım siz gəlin, sizin hədiyyənizi təqdim edin. Elə bu yanında əyləşdiyiniz gülləri sizə təqdim edirəm. Nə üçün mən udmadım? Deyim də. Xanım udmalıydı. Yox, sən əvvəldə dedin ki, Zakir müəllim utsa, o hədiyyə verilməyəcək. Bəli. Qardaş, mən dedim, qoy bir hədiyyə aparsın da xanım. Bəli. Çünki mən özüm də orada belə eləyirdim ki, elə eləyin xanımlar utsun, boyunda həmişə xanımlar utsun. Deməli, Pərviz də mənə zəng elədi, dedi 20 kiloya o gülü ver, xahiş edirəm Günel xanıma. Səhər gələrsən, sənin telefonunu üzdətdirərik. Günel xanım, çox təşəkkür edirəm, siz proqramımıza gəlmişsiniz. Allah qolunuza qüvvət versin, nə deyim başqa sizə. Zakir müəllim, çox təşəkkür edirəm, səsiniz sağ olsun, var olsun, həmişə özünüz belə sağlam olasınız. Allah razı olsun, təşəkkür edirəm. Minnətdaram. Dəvətə görə minnətdaram və bizi izləyən bütün televiziya tamaşaçıların, bütün dünyada yaşayan soyda, xarici ölkələrdə bu dəqiqə saat 10-dur, 9-dur, nə bilim, Amerikada lap gün ortadır. Nərmanovdan baxırlar. Baxırlar. Var olun, çox sağ olun. Çox gözəl veriş oldu məncə. Çox təşəkkür edirəm. İzləyicilər. Bəli. Nə deyirsiniz, ay tamaşaçılar? Yaxşıdırlar. Zümrüd xanım, sizə də təşəkkür edirəm. Təşəkkür edirəm, minnətdaram, var olun. Çox sağ olun, əziz tamaşaçılar. Buraxın da o tütürlərimizi qoy görsünlər cəmaatlar. Hə, hamısını buradan eləyək. Gərək bir gün orada aparım verilişi, oturum orada. Nə olub, kimə nə olub? Kimin ad günüdür? Sizin ad gününüzdür. Neçə yaşınız olur? İndi bu dəqiqə oldu. Hə? Adı nədir? Mələk. Ay maşallah, Mələk kimi bir qızımız var. Nə olar onu da göstər də. 5. Gəl o qızı göstər. Əlini belə səni göstərsin. Əziz tamaşaçılar, programımız sona çatır. Elə indi tamaşaçılarımızdan birinin burada ad günüdür. Sabahda toyudur. Zarafat edirəm, toyudur. Hə, bax. Mələk. Hə, göstər də, bala, niyə xəst deyirsən? Qızı göstər. Hə, qızım, təbrik edirəm. Xoşbəxt olun. Sabah siz də gəlin Elcanlıya. Bütün hədiyyə odanlar da gəlsin. Hamınız gəlin. Görüşərik. Yeri gəlmişkən Axçayımə də xüsusi təşəkkür edirəm bizim əziz dostlarımıza. Pro Müzikədə hamınıza da təşəkkür edirəm. Bu gün Elcanlı bitir. Sabah görüşərik. Hələlik dostlar. Elcanlı.